Kiçik qardaşlarımızı istismar və məhv edən şüurlu insanın itham edilməsi üzrə 2010 sayılı işə baxılır. Toplantımıza başlayırıq. Söz itham tərəfinə verilir. Buyurun cənab. Səhərdə yaşayan bütün canlı varlıqlar adından mən səni, şüurlu insanı 1000 illər ərzində yer adlanan planet üzərində törətdiyin bəd əməllərinə görə ittiham edirəm. Bağışlayın. Keçmişi qurdalamağın mənası var. Axı keçmiş ilə yaşamaq olmaz. Cənablar, məhkəməyə bir-birinizə hörmətlə yanaşmağınızı xahiş edirəm. Müdaxilə etməyin, imkan verin ittiham tərəfinin öz fikrini bildirsin. Çox sağ olun. İttiham tərəfinin dəlil və yaxud şahidləri var. Əlbəttə, möhtərəm hakim. Mən sizin diqqətinizə insanı ittiham edilməsini əsaslandıran sübut və dəlillər təqdim edəcəm. İzin verin, şahidləri dəvət edin. Buyurun, sizi dinləyirik. Xahiş edirəm, su buyursun. And içirəm ki, yalnız həqiqəti söyləyəcəm. Həqiqətdən başqa heç bir şey. Möhtərəm hakim, insan təbiətin yaratdığıdır. Onun bütün qanun və qaydaları təbiətin qanun və qaydaları əsasında keçir. Məncə, insanlar mənə təzim edərdilər. Onlar məni həyətverici hesab edərdilər. Ancaq zaman keçdi. İnsanlar özlərini hökmüdar və təbiətin ağası hesab etməyə başladı. Bəs mənə nə oldu? Bizim planetimizin insanları içməli su qıtlığından əziyyət çəkir. Xahiş edirəm, buyurun. Və xahiş edirəm, mənim dediklərimi nəzərə alasınız. Bunu məhkəmə meteoroloji ekspertiziyası da təsdiq edir. Şahidimiz havadır. Lütfen buyursun. And içirəm ki, yalnız həqiqəti söyləyəcəm, həqiqətdən başqa heç bir şey. Möhtərəm hakim, mənə də hər zaman hörmət edirlər. Axı mənsiz həyat mümkün deyil, ancaq insan bunu unudub deyəsən. Bütün ayrı orqanizmlərində hava lazımdır. Bütün hava çatışmazlığı olduğu zaman canlılar 4-5 dəqiqə içərisində sadəcə məhv olurlar. Atmosfer bizi kosmik şüaların zərərindən və sərt temperatur dəyişmələrindən də qoruyur. Hər il atmosfer 25 min tonlarla çirkləndirici buraxılır. Təmiz hava problemi beynəlxalq problem səviyyəsindədir. Çirkləndirici unsurlar havaya, yəni qazlar şəklində havaya daxil olur. Beləliklə, həmin oradan turş yağışlar nəticəsində də yenidən yerə qayıdırlar. Həmin bu turş oksidlər isə karbon və azot oksidlərinin tullantılarıdır. Bu oksidlər üzvü yanacağın yandırılması nəticəsində əmələ gəlir. Turş yağışlarının yağması ilə də insanların səhhətində böyük problemlər əmələ gəlir. Hansı ki, bu silikli qışanın qıcıqlanmaları, qanda hemoqlobinin aşağı düşməsi, tənəffüs yollarının xəstələnməsi kimi problemlərə gətirib çıxardır. Hazırda istixana effektindən qaynaqlanan qlobal istiləşmə baş verməkdədir. İstixana effekti isə üzvü yanacaqların yandırılmasından qaynaqlanır. Hazırda istixana effektindən qaynaqlanan qlobal istiləşmə baş verməkdədir. Amerika Birləşmiş Ştatları və Yaponiyada nəzərə alınan, yəni gerçəkləşən kompüter proqnozlarına görə 2050-ci ildə havanın orta istiliyi 4 dərəcə yüksələcək, turş yağışlar 10%, karbon qəzi isə 2 dəfə artacaqdır. Onların yandırılmasından demirəm, zibilxanaların yandırılması atmosfer havasını daha çox çirkləndirir. Məişət tullantılarının yandırılmasından sağlamlığa zəhərli və təhlükəli olan maddə yüksək qatılıqlı qazlar və aerozollar pərdəsindən ibarət havanın çox güclü çirkləndiricisini smog örtür. Deyəsən, belə getsə, bütün iri sənaye şəhərlərin əhalisi bu görkəmdə olacaq. Möhtərəm hakim, yəqin ki, mənim əlimdə olan dəlillərə baxmaq istərsiniz. Biz bütün bunların hamısını nəzərə alacaq, narahat olmayın. Prokuror sizin yenə sözünüz və şahidiniz var. Əlbəttə, lütfen Topal buyursun. And içirəm ki, yalnız həqiqət söyləyəcəm, həqiqətdən başqa heç bir şey. Mən torpağam, mən kənd təsərrüfatının əsasıyam. İnsanlara əbədi olaraq qidalandıra bilərəm. Əlbəttə ki, əgər mənə qarşı qayğı ilə davranılarsa, yəni nəzakətlə mənə qulluq edib dağıdılmazsa, əks təqdirdə mən heç bir fayda verə bilməyəcəyim. İnsan olur ki, mən canlıyam. Mənim ən sadiq köməkçilərim, yağış soxulcanları və bakteriyalar kübrələri məni lap özümdən çıxarır. Zibilin həcmi isə durmadan artır. Torpaq, biz bütün bunların hamısını nəzərə alacaq. Prokuror, buyurun, söz sizdir. Mən flora və faunanın da dəvət olunmasını rica edirəm. Yalnız həqiqəti söyləyəcəm. Möhtərəm hakim, hər bizim planetimiz bir-iki bitki və heyvan növünü itirir. 1900-cu ilə qədər 32 növ heyvan məhv olmuşsa, 20-ci yüzilin 50-ci illərində 72 növ heyvan və 120 quş növü yer üzündən qeyb oldu. Möhtərəm hakim, and içirəm, yalnız həqiqəti söyləyəcəm, həqiqətdən başqa işləm. Planetimizin bütün
tarixin keçilməz meşələrdəki filləri ovlayırdı. İndi isə o yerləri Sahara səhrası tutub. Elə Azərbaycanda da bu durum. Hakim, siz bizim dəlillərimizi baxa bilərsiniz. Məhkəmə sizin bütün çıxışlarınızı nəzərə alacaq və narahat olmayın. Çox qərarlı və ədalətli hökm verəcək. Vəkil sizin öz itham olan şəxs haqqında yəni nəsə bir sözünüz var. Möhtərəm hakim, sizdən xahiş edirəm ki, mənim müdafiə etdiyim şəxsin təbiətlə məşğul, yəni təbiət mühafizəsidir. O, təbiət abidələrini öyrənir, ekoloji cığırlarını müəyyənləşdirir. Ekologiyalar, bu da elmlə maarifləndirmə baxımından çox vacibdir. Yəni, insanın sağlam həyat tərzi sürməsi də bundan çox asılıdır. Onun üçün mən sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim müşahidəçim təbiət borcusunu dəvət. Möhtərəm hakim, mən ittiham olunan şəxsin şahidi kimi onu təmizə çıxara biləcək və yaxud onun cəzasını yüngülləşdirəcək ifadə. Axı sizin ittiham etdiyiniz şəxs insanların rahat gəzişməsi üçün onlara körpülər, istirahət mərkəzləri, əyləncə yerləri, bağlar, parklar saldırmışdır. Möhtərəm hakim, müttəhəmin gördüyü işlərə baxa bilərsiniz. Müttəhim, bəlkə sizin özünüzü müdafiə üçün demək istədiyiniz bir söz var. Bəli, möhtərəm hakim. Möhtərəm hakim, mən heç nə edəcəyimi bilmirəm, çox peşman olmuşam. Əlbəttə ki, bütün yanılmazlıqlara görə bu zamanı sivilizasiyanı günahlandırmaq olmaz. Mən çox peşmanam və sizin məni bağışlamanızı istəyirəm. Mən söz verirəm ki, keçmişdə olduğu kimi, day zamanlardakı kimi təbiət gözəlliyini qaytaracaq. Qaldır, məhkəmə gəlir. 12 dekabr 2009-cu il tarixində 11 sayılı işin materialları ilə diqqətə tanış olduqdan, müttəhim və ittihamçı tərəfindən çıxışlar dinlədikdən sonra məhkəmə qərarı alır. Müttəhimin peşmançılıq hissi keçirməsini nəzərə alaraq, məhv edilmiş heyvan və bitkilərinin sayının, hava və suyun təmizliyinin, torpağın məhsuldarlığının bərpasının şərt kimi irəli sürərək cəzası yüngülləşdirilsin. Cəza bir həftə çölə çıxmamaq, gözü bağlı gəzmək, təbiətə baxmamaq və hər kəsin ağacın əvəzinə 3 ağac əkmək. Məhkəmə bağlı elan olunur.